sinifdir, dərsdir, uşaqlara hamısına vərəq paylayırlar ki, yazın xoşbəxtlik nədir? Orada indi hamı yazır da, kim nəsə yazır. Bir dənə uşağı var orada belə cəmi bir misra yazır. Xoşbəxtlik əgər anlaşılırsansa, səni anlayırlarsa xoşbəxtsən. Vəssalam. Doğrudan ən böyük gerçəkdir də bu, gerçəkdir. Səni anlayan bir insan yoxdursa, ən birinci də nədir? İnsan özünü anlasın. Ona görə insan özünü dərk etməsə, anlaması, özünə mərhəmətli olması, anlayışlı olması, öz tərəfindən əzizlənməsi, qorunması, ən birinci anlayış, insanın ehtiyacı olan anlayış özünə göstərdiyi anlayışdır. Çünki sən özünə onu göstərə bilmirsənsə, sən həyatı çətin yaşayırsan, ağır yaşayırsan, ağrılı yaşayırsan, mütləq ki, ağrılı həyat yaşayırsan.